Gəlib bəs düzəldiblər ha. Sürücü hardadır? Vallahi mən nə bilim, mən sürücü tanıyıram. Bu sürücülər bunlardır, bunlar da deyir yox. O sürücü indi burada işləyir. Necə? Sürücü indi buradadır. Burada deyil, onların arasında deyil. İşdən çıxarıblar deyirsiniz. Öyle deyirlər, deyirlər ki, sürücünü işdən çıxarır. Bəs vətəndaşın problemi həll olunmuyor. Baxın, vətəndaşın problemi 8 gündür işıqsız qalıb, özü şəhid bacısıdır. O sürücünün nömrəsi, bir əlaqə nömrəsi yaradaq görək hardadır? Bu vətəndaşın problemi niyə həll olunmur? Abşeron rayonunun Novxanı Bağlar yaşayış massivində Nərman Nərmanov küçəsində Sənubar Rüstəmovə məxsus yaşayış evinin elektrik xətti qırılıb. Artıq vətəndaş 8 gündür ki, işıqsız qalıb. Buna səbəb isə yaxınlıqda yaşayış evi tikilir. Yaşayış evinə aparılan təmir tikinti işləri zamanı beton qarışdıran avtomobil məhz bu istiqamətdən gedərkən işıq xəttini zədələyib və qırıb. Artıq 8 gündür ki, nə işıq mənzilə təmin edilir, nə də ki, vətəndaşın problemi həll olunur. Sürücü isə mövcud məsələdən boyun qaçırır və problem demək olar ki, həll olunmur. Bax bunu çəkdilər, 4 dəfədə qırılıb bu. Bax bunu əvvəl görən bir taxtadan işlətmişlər. Gəldim gördüm ki, hüzur yerindəydim. Xalam oğlu rəhmətə getmişdi. Gəldim gördüm ki, bəs qırılıbdır, qırılıb düşüb yerə. Axtardıq, tapmadıq. Sonra kimsə dedi ki, qonşu dedi ki, bəs orada ev tikirlər, bəs oradan olubdur. Getdi yora, dedi ki, mən neyniyim? Ev yəsi dedi ki, mənlik deyil. Kim qırıb? Dedi ki, beton maşını qırıb. Biz də beton maşını ilə əlaqə saxladıq. Mən birinci dəfə İşıq dairəsinə müraciət elədim. Onlar mənim müdürün yanına getməyə qoymadı. Dedi, biz özümüz həll eləyəcəyik. Gəldik oğlanın yanına. Oğlan dedi ki, mən düzəltdirə bilmirəm. Onlar dedi ki, sən düzəltdirə. Sürücü dedi onu? Sürücü İşıq dairəsindən dedi ki, sürücüyə düzəlt, pul keçirt. O da dedi ki, mənim imkanım yoxdur. Bəs siz indi getdiniz, yaxınlaşdınızmı o həmin o yoldaşlara ki, mən işığımı qırmısınız, mən evdə işıqsız qalmışam. Yəni nə dedin ümumiyyətlə? Yəni onlar nə dedilər? Yəni düzəltdirmə fikirləri varmı? Ancaq dünəndə çəkilişə görə dedi ki, bax belə calaq-calaq gəlir, düzəldir. Bunu da mən deyirəm ki, mən bir də bu problemi yaşamaq istəmirəm. Deyirəm, dəqiqədə gəlib. Gördünüz 4 dənə maşın keçdi bura. Onlar dəqiqədə gəlir, qırıb salacaqlar yerə. Alçaqdan bir şey düzəldirlər, gedirlər. Bax belə eləyirlər. Həmin sürücünü tanıyırsınız? Əvvəl bizdə işləyib, bəli. Əvvəl deyəndə bu neçə gün bundan? Bu 8 gün bundan qabaq olan hadisədir. Əvvəl ondan sonra çıxıb da, qaçıb gedir. İşləmir. Nömrəsi yəqin bunların özlərində olmamış olmaz da. Qaçıb gedib? Yəni işləmir də, biz də maşını qoyduq, çıxıb işlər. Yəni işıq xəttinə görə çıxıb gedib, yoxsa? Yəqin qorxusundan qaçıb da, çox güman. Qaçıb deyəndə, yəni işdən çıxıb da. İşdən çıxıb? Bəli. Və indi bu vətəndaşın problemi nətədir? Bu nömrəsi yoxdur bunlarda. Əlaqə nömrəsi var, biz onu tapa bilmirik. Vətəndaşın problemi həll olunmur. 8 gündür ki, işıqsız qalıb vətəndaş, özü şəhid bacısıdır. Bəs onun problemini həll eləmək lazımdır axı. Bu həmin adamın yəqin nömrəsi var. Mənzili kim tikir? Allah xeyrini versin. Vallahi biz də. Yəni bu mənzil sahibi hər halda bir əlaqə keçməlidir. Yəni siz gələnçən beton qarışdıran avtomobil gələrkən vətəndaşın mənzilinə də ziyan vurub, soyuducusunda nə qədər məhsulları yanıb, məhv olub. Yəni bunu bizim insanları düşünmək lazımdır da. Başa düşürsünüz nə demək istəyirəm? Bəs indi insan gərək ətrafdakı insanları da nəzərə alaq. Bax bu insan yaşayır burada. Bunu niyə nəzərə alan yoxdur ki? Neynəməlidir bu qadın? Onun günahkarı olardı. Yəni bu yetim əgər pul bilmiyor, vallahi ya, 4 gündür yoxdur adam, yəni işdən çıxıbdır. Gəlmir işə. Zaman uşağı da 22-23 yaşı var. Bəlkə qorxur. Amma biz eləməkdən. Məsələ ilə bağlı DNAS TV olaraq Azərişıq Açıq Səhmdar Cəmiyyətinə məlumat verdik. Qurumdan bildirildi ki, məlumat daxil olan kimi araşdırma aparılıb. Baxmayaraq ki, hadisənin baş verməsində birbaşa məsuliyyət daşıyan şəxs beton qarışdıran avtomobilin sürücüsüdür. Azərişıq vətəndaşın problemini nəzərə alaraq hadisə yerinə operativ şəkildə texniki briqada göndərib. Görülən tədbirlər nəticəsində zədələnmiş elektrik xətti tam bərpa olunub və vətəndaşın yenidən elektrik enerjisi tam təmin edilib. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq DNAS TV üçün.